Mən Gülnarə 8 ildir ailəliyəm. Məndə prolaktin yüksək idi, antimiller 0,2 idi, boru bağlı idi, zəif yumurtalıqlar var idi. İl yarımdır Elmira doktorun yanına gəldiyimə görə. Onun müalicəsinin sayəsində il yarımdır mən də sevindim. İnşallah axıra qədər də sevinərək övladımla bərabər çıxaram buradan. Mən Fidan, Beyləqan rayonundan gəlmişəm. 3 ilə yaxın Elmira xanımın yanına müalicəyə gəldim və bir çox yerlərdə müalicə almışam. Məndə hormonal problemlər də var idi və yumurtalıqlar çox zəif idi. Follikullar yetişib partlayırdı, hamilə qalmırdım. Hər dəfə stres, əsəb, ağlayırdım. Məndə psixoloji problem də var idi. Hətta bir dəfə süni mayalanma da elətdirdim, tutmadı. Keyfiyyətsiz oldu. Sonra nevropatoloqa müraciət elədim, müalicə yazdı və Elmira xanımın da sayəsində mən təbii yolla ana olmağa hazırlaşıram. Hal-hazırda 26 həftəsinə gəlib çatmışıq. Hematomam, düşük riskim var idi. Elmira xanımın sayəsində o problemlər aradan qalxdı. İnşallah körpə ilə buradan çıxarıq.